qəbul etsin inşallah. Buranı həmişə bilmirəm sizdə Kərbalada olmusunuz da çoxunuz. Allah olmayanlara nəsib eləsin. Kərbalada İmam Əli əleyhissalamın hərəmidir və bu Peyğəmbərin hərəmini gördüyümüz yerdə İmam Əli əleyhissalamın hərəmidir. Çıxırsan çölə və bu cürə, bu istiqamət, eyni bu istiqamətə gəlsən Vadüssalam qəbirstanlığına. Orada 25-ci dirəkdən çıxırsan çölə, İmam Əli hərəmindən. Gəlirsən 25-ci dirək çıxırsan çölə, 200 metr aralıda Vadüssalam qəbirstanlığıdır. Orada hədislərdə var ki, İmam Əli əleyhissalam hər dəfə o qəbirstanlığa salam verərdi, o qəbirstanlıqda olan şəhidləri, səhabələrini xatırlayardı. Orada 2 Peyğəmbərin qəbri var, Allah nəsib eləsin hamımıza. Hud və Salih Peyğəmbərin qəbri var, dünyanın ən böyük qəbirstanlığıdır, dünyanın ən qədim qəbirstanlığıdır və s. və ilaxır. 6 milyondan çox qəbir var içərisində. Çox böyük ərazisi var, ən böyük və ən qədim qəbirstanlıq dünyada. Necə ki, Əli əleyhissalam deyir, oradan keçəndə öz əshabına, səhabələrinə, oradakı möminlərə salam verərdisə, Peyğəmbər səlavatıllahın da evinin yanı, həm o dəfə demişdim sizə, Peyğəmbərin həm evidir, həm də qəbridir. Peyğəmbər sələvatı evindən çıxardı və Bəqi qəbirstanlığını görərdi. Yəni, Nəcəfdə Əli əleyhissalamın yanında Vadüssalamdır, burada Peyğəmbərin evinin və qəbrinin yanında nədir? Bəqi qəbirstanlığıdır. Bəqi qəbirstanlığı da cənnətdən bir güşədir yer üzərində. İçərisində 4 imamımızın qəbri var. Demişəm sizə təkrarən deyim bir də. İkinci imamımız İmam Həsən əleyhissalamın qəbri. 4-cü imamımız İmam Zeynul Abidin əleyhissalamın qəbri. 5-ci imamımız İmam Baqir əleyhissalamın qəbri.